dəyərli izləyicilər, İnşaatçılar metrosunun yanından salamlayırıq sizi və ərazinin ən premium binası Qələbə Rezidensidə 13-cü mərtəbədə 52 kvadrat ölçülü, tam əşyalı və texnikalı, əla təmirli bir mənzil təqdim edəcəyik sizə. Mənzilimiz az müddət yaşayış olub mənzildə, sənədi çıxarışdır, yəni kupça, ümumi texniki yerləşməni izah edeyim sizə. Giriş qapımızı görməkdəsiniz. Giriş qapısından girdikdə mənzilin bir sanuzeli var, burada yerləşdirilib. 2 otağa düzəlmə, mətbəxin məhz xol hissədə belə tərtib edilməsi ilə əldə olunub. Burada mənzilin yataq otağı, burada isə qonaq otağı yerləşməkdədir. İlk öncə başlayaq qonaq otağından. 52 kvadrat ölçüdür, bir daha qeyd edirəm və bir otaqdan 2 otağa ideal şəkildə düzəldilib mənzil. Mənzildə bir geniş ölçülü balkon var, həm də texniki balkondur. O balkona qonaq otağından daxil ola bilirsiniz. İnşaatçılar metrosu istiqamətində qarşısı açıq, gün düşən bir mənzildir və əla da panorama açılır balkondan. Gördüyünüz bütün əşyalar qiymətə daxildir. İdeal da qiymət təyin edilib, mərtəbə də idealdır, blok da idealdır. Bina da tanıyanlar bilir, Yasamal rayon ərazisinin ən premium binalarından biridir. 19 mərtəbəli binanın 13-cü mərtəbəsi, təmir isə göz önündədir. Olduqca keyfiyyətli və yeni təmirdən seçilməyən bir mənzildir. Xol hissədə və sanuzel hissədə qranitli döşəmədən, otaqlarda isə Porsche istehsalı əla laminatlardan istifadə edilib. Yataq otağını təqdim edeyim sizə. Hər iki otaqda, həm qonaq otağında, həm də yataq otağında tam olaraq əşya planlaması həyata keçirilib. Bütün texnika, kondisionerlərə qədər Bosch markalı brendlərdən istifadə edilib. Texnikalarda Bosch və LG markalı brendlərdən və yataq otağında da gördüyünüz kimi olduqca iri həcmli yataq dəsti yerləşdirilib. Lakin buna baxmayaraq rahat hərəkət etmə imkanı var və geniş bir yataq otağıdır. 52 kvadrat ölçü, tam daxili sahəsini əhatə edir mənzilin. Bu binanı tanıyanlar bilir proyektlərini. İşıqlandırma da idealdır mənzildə və gördüyünüz mebellər də qiymətə daxildir. Xol hissədə mətbəxi vurğulamışdım. Qabiyona qədər, paltaryana qədər, Bosch markalı böyük ölçülü soyuducuya qədər hər şey tam texnika ilə təchiz edilib və kifayət qədər çox saylı şkafları var, saxlanış yerləri var gördüyünüz kimi. Və girişdə, xol hissədə, giriş qapısından solda belə bir dresuar və güzgüdən istifadə edilib. Əlavə oturub bu hissəyə, xola sanuzeldə təqdim edeyim. Mat teksturalı qranitlərdən istifadə edilib. Olduqca zövqlü sanuzel tərtibatını görməkdəsiniz. Girişdən solda sanuzelin moydadırı yerləşdirilib. Gizli işıqlı güzgü ilə geniş ölçülü künc bir duş kabin. Suşulka yerləşiminə qədər tam aksesuar yerləşimi həyata keçirilib. Belə mənzili demək olar ki, tam olaraq təqdim etməyə çalışdım sizə. Mənzilimiz 52 kvadrat ölçü, Qələbə Rezidensidə 13-cü mərtəbədə və sənədi çıxarış olan bir mənzildir. Start olaraq tam əşyalı və texnikalı qiyməti 195 min manatdır. Kifayət qədər real qiymətdir. Həm təmirə görə, həm əşya texnikaya görə olduqca bahalı brend texnika və əşyalardan istifadə edilib. 195 min manat start qiymət, real alıcılara endirim nəzərdə tutulur. Mənzil haqqında bizdən bu qədər. Biz izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olmanız diləyilə, hörmətlə və qəmlər.